Herkese selamlar. Bugün sizlerle icbari tibbi sığorta hakkında danışacağıq. Gəlin başlayaq, görək necə tapırıq. Yenində digərlərində olduğu kimi bu səfər də asan üsulundan gedəcəyik və Excel'in necə bir mükəmməl bir proqram olduğunu öyrənəcəyik. Bunun üçün xanamızı aktivləşdiririk. İlk öncə gəlin işlər üçün tapaq, sonra keçərik müəssisənin icbari tibbi sığortasını taparıq. Aktivləşdiririk, bərabərik işarəsi qoyuruq. Yenə də qeyd etdiyim kimi bunda da iki nüansa diqqət etmək lazımdır. Birinci, cəmi əmək haqqının məbləği, ikinci faiz dərəcəsi və bu faiz dərəcəsi üçün də mütləq şəkildə biz qaydaları düzgün bilmək lazımdır. Baxsaq görürük ki, ədədimiz 2051 manatdır. Bu deməkdir ki, artıq bilirdik ki, icbari tibbi sığortada iki kateqoriyalı şəxslər olur. Biri 2500-ə qədər maaş alanlar, biri isə 2500 manatdan çox alanlar. İndi baxaraq görürük ki, bu 2500-dən aşağı olandır, yəni 2051 manatdır. Deməli, biz həmin o az maaş alırsa, onun elə özünü vuracaq biz 2%-ə və ondan da interes çıxacaq. Yəni, burada artıq heç bir çıxma, toplama falan yoxdur. Sadəcə olaraq 2%-ə vururuq. Əgər 2500-dən azdırsa, yəni maksimum 2500-dür. Bizim şərtimiz odur deyə ona görə bunu birbaşa vurduq. Gəlin indi bunu yuvarlaşdıraq ki, tam görünsün. Və indi yenidən filtrdən istifadə edəcəyik. Çünki görürük ki, burada həmin o uyğun olanlar var. Gəlin onları tapaq ki, işimiz rahat olsun və birinci kateqoriyanı qutaraq. Bu səfər yenidən filtrdən istifadə edəcəyik. Yenidən filtr olan işarəyə toxunuruq. Number filtrə daxil oluruq. Bu səfər gradient-dən yox, less than-dən seçəcəyik. Niyə? Çünki bizdə birinci kateqoriyamız odur ki, 2500-ə qədər. Deməli, biz maksimum limitimiz 2500-dür. Əgər biz böyükü seçsək, onda problem olacaq. Yəni, ancaq böyük olanları tapacaq. Ona görə də aşağı olsun deyə 2500 yazaq. Yəni, maksimum 2500 maaş alanları göstər. Onu klikləyirik, görürük ki, 2 nəfərdir. Baxırıq, görürük, həqiqətən də düzmü tapıb Excel, görürük, həqiqətən də 1040 manatdır, biri də 2051 manatdır. Deməli, bu şərt elə buna da aiddir, elə bunu birbaşa yaza bilərik. Bundan da artıq biz deməli 2500-ə qədər olanı yazdıq. İndi gəlin filtrdən azad edək ki, növbəti artıq xanalarımızı dolduraq. Gördük ki, 2 dənə imişsən demə, birinci şərtə uyğun olanlar. İndi gəlin ikinci şərtə uyğun olanlara baxaq. Yenidən aktivləşdiririk, bərabərlik işarəsini qoyuruq. Və bu səfər yenə də şərtimizə baxırıq ki, görürük 9290-dır. Bu deməkdir ki, 2500-dən çox alan maaşdır. Və burada artıq belə bir şərt qoyurdu dövlət ki, əgər sən 2500 manatdan çox maaş alırsansa, onun deməli 2500-ə qədər olan hissəsini 2%-lə ver. Qalan yerdə nəyin qalacaqsa, onu 0,5%-lə ver. 2 dənə gəlin mötərizə açaq ki, rahat olsun bizə. Deməli, nə edəcəyik? Birinci ədədimizdən çıxmalıyıq biz 2500-ü. Ondan sonra mötərizəmizi bağlayırıq. Onu vurmalıyıq 0,5%-ə. Sonra daha nə edirik? Üstünə gəlirik. Bizdə yerdə qalan ədədimiz də var idi. Bu 2500-ə qədər olan. Onu da tapmalıyıq biz mütləq şəkildə. Bu zaman nə edirik biz? Gəlin elə yenə mötərizədə açaq. Yazaq 2500 vurulsun 2%, çünki belə bir şərtimiz də var idi bizim. Bağlayaq mötərizəni və enteri sıxaq və görürsünüz ki, artıq avtomatik olaraq hesabladı bizə. Yəni, birinci ədədimizdən çıxdıq. Yəni, bunu, buradakını, bu elə bir budur. 2500-dür. Onu çıxıb 0,5% vurdu. İstəsəz belə də gedə bilərsiniz. Yox, sizə uzundursa bu, yorucudursa, bunu rahat qısalda da bilərsiniz. Necə qısalda bilərsiniz? Yəni, bu hissəsini, çıxma hissəsini özünüz kalkulyatordan hesablayıb 0,5%-ə vura bilərsiniz. Sonra üstünə gələ bilərsiniz 2500 2%-ni. İndi o nə qədər eləyəcəksə, o formada tapa bilərsiniz. Ya da ki, istəmirsiniz ki, həm kalkulyatorda orada, burada hesablayasınız. Elə bir dəfə bunu yazmanız kifayətdir. Çünki indi göstərəcəm sizə. Gəlin yenə bunu da
biz yuvarlaşdıraq. Sonra yenə gəlin filtrdən istifadə edək. Yenə filtr işarəsinə toxunuruq. Number filtrə gəlirik. Bu səfər Gradient-dən seçirik. Çünki bizə lazımdır ki, 2500-dən çox olan, yenidən yazırıq 2500, aşağı hissəsinə yazmaya ehtiyac yoxdur. OK sıxırıq və görürük ki, avtomatik olaraq bütün 2500-dən çox olanlar oldu və sadəcə olaraq sürüşdürürsünüz və budur. Artıq avtomatik olaraq hesabladı. Gəlin yoxlayaq görək düzmü hesablayıb, sürüşdürmə falan etməyib. Görürük ki, hər şey qaydasındadır. Artıq biz icbari tibbi sığortadan işçidən tutduq və görürük ki, getdikcə də artıq əmək haqqımız azalmağa doğru gedir. İndi isə gəlin biz şirkətdən də tutaq, eyni qayda ilə, eyni proseduru davam etdirək. Bunu necə edə bilərsiniz? Bir-bir tək-tək eyni qayda ilə gedə bilərsiniz. Yəni hesablaya bilərsiniz ki, bu formada yazasınız. Və yaxud da ki, copy-paste edə bilərsiniz. Niyə? Çünki faiz dərəcəsi bunun eynidir. Bu DSMF və gəlir vergisindən fərqli olaraq icbari tibbi sığortada dövlət fərq qoymur. Deyir, işçi də 2500-ə qədər maaş alsa, onun 2%-ni ödəsin. 2500-dən çox maaş alsa, onun elə bir 2500-ə qədərini 2%-lə, qalan hissəsini 0,5%-lə ödəsin. Həmçinin deyir, bu proses yəni müəssisəyə də daxildir və bunun üçün nə edə bilərik biz? Sadəcə bunun üzərinə gəlirsiniz, bunun hamısını seçirsiniz, kopya edirsiniz və sonra buradan gətirirsiniz, həmin xanaya paste edirsiniz və budur. Artıq seçildi. Yenidən misal üçün indi burada bunu yenidən biz yuvarlaşdıraq. Görürsünüz ki, avtomatik olaraq seçildi. Yaxşı, bəs indi bunu necə edək ki, hamısına şamil olsun? Yenidən filtrdən istifadə edə bilərsiniz. Gəlin, bunu həmin o xanaya daxil edək. Misal üçün, bizdə 84 9000-ə aiddir, yuxarıdır. Deməli, nə edirik? Yenidən filtrə gəlirik, number filtri seçirik, Gradient-dən seçirik, çünki yuxarıdır, 2500 yazırıq və OK sıxırıq, budur. Və bunu hamısını biz bu şəkildə etsək, görürsünüz ki, məlumatların hamısı eyni oldu. Yenidən filtrimizi ləğv edək. Çünki hamısı görünsün və görürük ki, bu qalıb. Bunu kopya edirsiniz və burada gətirirsiniz. Sonra gətirirsiniz bu xanaya. Bunu indi paste edirsiniz və budur. Bunu indi birdən yuvarlaşdıraq. Aha. Sonra yenidən gəlin filtrə verək. Yenidən gəlirik number filtrə. Bu səfər then less than-i seçəcəyik. Çünki az olanı 2500-dən aşağı olanları göstərsin. Və budur. Bunu da yenidən sürüşdürək aşağı. Görək eynidirmi? Eynidir. Yəni rəqəmlər eynidir. Sonra filtri təmizləyək və budur. Artıq avtomatik olaraq Excel bizim əvəzimizə icbari tibbi sığortanı həm işçidən tutdu, həm də müəssisədən tutdu. Rəqəmləri baxsaq, görürük ki, hamısında eynidir. Yəni fərqli yoxdur. Deməli, düz hesablamışıq. Elə toxunsanız da görürsünüz ki, düsturlarımız eynidir. Yəni, bu şəkildə digərlərində və sonuncu tutulmanı da hesablayacağıq. Ondan da artıq əmək haqqını tutulmaları və net əmək haqqının da necə köçürülməsini öyrənərək yekunlaşdıracağıq.